Arzuman bəy, son vaxtlar Azərbaycana qarşı hücumlar artıb. Avropa Parlamentində dünən Azərbaycanla bağlı bir qətnamə qəbul edilib. Azərbaycana qarşı təzyiqlər heç dayanıb. Dayanmayıb, düz deyirsiniz. Siz də haqlısınız. Bu reallıqdır ki, Avropa Parlamentində oturan deputatların və yaxud da Avropada hansısa siyasətçinin Azərbaycandakı hansısa vətəndaşın, kimin taleyi maraqlandığı umurunda da deyil. Yəni, onun niyə maraqlandırmalıdır ki, Azərbaycanda nə baş verir? Və yaxud nəyə görə, nə səbəb? Ay, sağ olun. Yəni, Azərbaycanda hansısa güya siyasi məhbuslar var, onlara azadlıqlar tələb edirlər. Bunlar bəhanələrdir, bunlar Azərbaycana təzyiq vasitələridir. Avropanın, Qərbin öz siyasi maraqlarını həyata keçirmək üçün bir vasitədir. O demokratiya heç bir dövlətin daxili məsələsidir deyil deyə bir deyim vardı. Son dövrlər onlar o ritorikanı zəiflədiblər, düzdür. O Trump'ın da gəlişindən sonra Trump dedi ki, hər öz işinə baxsın, ən azından belə bir yanaşma sərgiləyirdi. Amma yenidən də yenə lazım olan o məsələləri yenə alovlandırırlar, yenə də özlərinə lazım olan bir təzyiq vasitəsi kimi saxlamağa çalışırlar. Bizdən nə istəyirlər Arzuman bəy? Avropa Parlamentinin, Avropa İttifaqının, Avropa ölkələrinin bizimlə problemi nədir? Dərdi nədir? Baxın, Tural bəy, onlar bizim zəfərimizi də həzm edə bilmirlər, qəbul etmirlər. Deyil, bilirsiniz, bu böyük güclərin yanaşmasıdır. Biz bunu onların baxımından normal qəbul eləməliyik. Bu onların təfəkkür tərzidir, yaşam tərzidir, dövlət ideologiyalarıdır. Yəni, onlar özlərini, belə deyək, ari xalqın nümayəndələri sayırlar və onlar düşünürlər ki, şərqlilər, tutaq ki, müsəlmanlar, türklər, bunlar heç nəyə nail ola bilməyən bir toplumdular, bir xalqlar, bunlar geridə qalıblar. Bu düşüncədədirlər. Yəni, bu düşüncə, baxın, Avropada yaşayan bizim, məsələn, şəxsən tanıdığımız dostlarımız var, Azərbaycanlılar var. Hansı deyil insan haqlarından danışırsınız? Mən, məsəl üçün, adam var, həkim işləyir orada. Neçə illərdə Avropada yaşayır. Onların evlatları orada dünyaya gəlib. Hələ də onların evlatlarına orada 3-cü, 5-ci, belə deyək, növ kimi baxır. Bəli, hələ də o uşaqlar orada doğulub, orada universitet bitirib, orada məktəb oxuyub. Oranın, belə deyək, kültürünlə, dünya görüşündən böyüyüb, yenə də onlar orada hansısa bir ayrı seçkiliyin qurbanı olurlar. Yəni, budur insan haqları deyəndə bunlar sadəcə Avropalıların mı baxışından baxırlar? Yox, insan haqları məsələsi heç kimin, heç bir dövlətin daxili məsələsi deyilsə, dünyanın hər yerində o qədər haqsızlıqlar gedir ki, qərb dövlətləri, Amerika, o biri gəlirlər, məsələn, belə deyək də, Suriyanın, İraqın başına bombalar yağdırırlar keyfləri istəyəndə. Budur insan haqları. Hə, budur insan haqları. Və yaxud qonşu və yaxud misal çəkdim, Ermənistanda olan hadisələri göz ardı edirlər, Azərbaycanda bir, belə deyək, tük axtarırlar ki, kiminsə gözündə desinlər ki, sənin gözündə o tük olur. Amma öz gözlərində tiri görmürlər. Məsələn, Fransada sarı jiletlilərin hərəkatı yadınızdadır. Yəni, onlar küçələrdə nə zülüm verdilər onlara? Kəskin nişancılar, snayperlər oturmuşdu binaların atlarla insanların üstünə çıxdılar. İtlərlə, atlarla, snayperlərlə nə qədər orada aktivisti vurdular, öldürdülər, həbsə atdılar. Hətta demokratiyanın beşiyi Fransadır. Yəni, məsələ budur, bu ikili standartlardır. Amma bizim müstəqil siyasət yürütməyimiz mi bunların xoşuna gəlmir? Bəs nədir? Mən yenə deyirəm, tək bu qərb deyil ki, Avropa deyil ki, buradan Rusiya var. Qəbullanmır ki, Azərbaycan necə yəni gedir hansısa Avropada qaz müqaviləsi bağlı, mənim bundan xəbərim yoxdur. Necə yəni? Yəni, bunlar örgəşiblər, axı 200 ildir burada əsarət altında. Avropanın enerji təhlükəsizliyi biraz da Azərbaycanın asılıdır. Bunu bilə-bilə Avropa niyə belə addımlar atır? Biz istədiyimiz vaxt o krantı bağlaya bilərik. Görünür, onların da öz yanaşmaları var. Biz, məsələn, düşünürük ki, onlar bizlə daha loyal, daha isti münasibətlər qurmalı. Görünür, onlar da fərqli düşünürlər ki, yox, biz bunlarla biraz da daha tutaq sıxmalıyıq ki, bunlar bizdən daha möhkəm yapışsınlar və desinlər ki, amanda siz bizdən əl çəkməyin. Amma Azərbaycan elə bir düşüncədə deyil. Azərbaycanın doğrudan da müstəqil siyasət yürüdürük. Xarici siyasətdə də xüsusilə möhtəşəm bir komanda var, möhtəşəm bir diplomatik proseslər
gedir, yəni cənab prezidentin xarici siyasət komandası uğurlu komandadır. Bəli, Yəni bunu hər doğru. birimiz görürük açıq şəkildə və nəinki Azərbaycanlılar, bunu artıq digər dövlətlər də, hətta bəzi görüşlərdə Ermənistan nümayəndə heyətinin bizim nümayəndə heyətinin qarşısında necə elə deyək daha özlərini necə də kiçik qardaş kimi belə də əstəğfurullah onlardan bizə qardaş ola bilər, amma özlərini bizim nümayəndə heyəti qarşısında daha mağmun göstərməyə çalışır. Çünki baxırlar ki, qarşılarında böyük ciddi bir heyət var və biz o uğurlara, diplomatik uğurlara əl atan bir heyət var. O baxımdan xarici siyasətimizdə mən belə bir sıxıntı görmürəm və Azərbaycan xarici siyasəti, eyni zamanda paralel olaraq təhlükəsizlik orqanları, yəni bu çəpər bizim ətrafımızda yaradılıb. Düzdür, cəhdlər var, bundan sonra da olacaq həmişə, amma biz öz saxlığımızı itirməməliyik və son dövrlərdə də olan o bəzi həbslərin olması, bəzi hadisələrin üzə çıxması elə bunun göstəricisidir ki, yox, biz hər tərəfli prosesimizi davam etdiririk, dövlətimizin təhlükəsizliyi güvənli əllərdədir və öz müstəqil siyasətimizi də davam etdirməkdə qərarlıyıq.